Salam. Bugün sənin üçün təqdim etdiyin mənbəyə, yəni Red Pill fəlsəfəsi, toksik qadınlarla davranış mövzusuna biraz dərindən baxacağıq. Məqsədimiz əslində çox sadədir. Bu mənbədə təklif olunan, bəzən necə deyim, toksik kimi təsvir edilən qadınlarla münasibətləri idarə etmək üçün Red Pill fəlsəfəsinin yanaşmalarını anlamaqdır. Amma başından deyək, biz burada təqdim olunan fikirləri nə təsdiq edirik, nə də tənqid. Sadəcə mənbə nə deyir, onu açmağa çalışırıq. Bəli, bu vacibdir, çünki bu yanaşma xüsusilə kişilərin münasibətlərinə yönəlib və açığı bəzən sərt, hətta mübahisəli də görünə bilər. Elədir. Gəl başlayaq görək mənbə hansı əsas prinsipləri vurğulayır bu çətin vəziyyətlər üçün. Birinci deyir ki, öz sərhədlərini bilməlisən və qorumalısan, qətiyyətlə. Hə, sərhədlər. Bu çox yerdə qarşımıza çıxır. Sonra emosional manipulyasiyaya qarşı diqqətli olmaq. Məsələn, günahlandırma, gaslighting, yəni sənin reallıq qavrayışını şübhə altına almaq cəhdi ya da passiv aqressiya kimi şeylərə. Bəli, mənbə deyir ki, bu manipulyasiya formalarına qarşı durmaq lazımdır. Əslində, bax, maraqlı məqam odur ki, mənbənin əsas argumenti belədir. Münasibətdə nəzarəti saxlamaq üçün emosional reaksiyalardan, belə deyək, strateji davranışlara keçməlisən. Yəni, hisslərə yox, daha çox məntiqə və gördüyün davranışlara fokuslanmaq. Düz başa düşdüm? Tamamilə. Məntiq və müşahidə edilən davranışlar əsas götürülür. Maraqlıdır. Gəl davam edək prinsiplərlə. Mənbədə bir də yüksək dəyərli kişi olmaq anlayışı var. Bu nə deməkdir ki? Əsasən o deməkdir ki, öz həyatına fokuslanmalısan. Yəni, məqsədlərin, sağlamların, pulun, azadlığın ön planda olmalıdır. Münasibətdə də passiv yox, seçən tərəf olmalısan. Həmçinin deyir ki, qarşılıqlı hörmət yoxdursa, münasibəti bitirməkdən çəkinmə və o, hər şeyə hə deyən yaxşı oğlan olmaqdan uzaq dur. Bəli, nice guy sindromu, bütün bu prinsiplər mənbənin izahına görə kişinin özünə hörmətini, enerjisini qoruması üçün bir növ, necə deyim, müdafiə qalxanıdır. Emosional istismardan yayınmaq üçün vacib sayılır. Fikir budur ki, sən öz həyatının mərkəzində olmalısan, münasibət isə həyatının bir parçası, əksi yox. Prinsiplər aydındır, amma praktikada necə görünür bunlar? Gəl sənin üçün seçdiyimiz konkret vəziyyətlərə baxaq. Mənbənin təklif etdiyi strategiyalarla birlikdə. Məsələn, birinci situasiya. Qadın davamlı olaraq kişinin geyimini tənqid edir, amma özü, deyək ki, oxşar sayı göstərmir. Mənbə buna shit test deyir. Shit test. Yəni sərhədləri yoxlamaq cəhdi kimi. Bəli, sənin özünə inamını, sərhədlərini yoxlayır və tövsiyə nədir? Sakitcə mövqeyini bildir. Mən özümü belə rahat hiss edirəm. Amma əsas məsələ tənqidin özünə yox, formasına irad tutmaqdır. Məsələn, bu tərz tənqid mənə xoş deyil kimi. Anladım. Yəni davranışı yox, davranışın təqdimat formasını hədəf almaq. Bəs ikinci vəziyyət. İkinci, dram yaratmaq. Tutalım, zənginə biraz gec cavab vermisən, o da səni dərhal onu sevməməkdə ittiham edir. Mənbə bunu açıq-aşkar emosional manipulyasiya sayır. Bu halda reaksiya necə olmalıdır? Yəni, onun hisslərini tamamilə qulaq ardına vurmaq? Yox, tam elə deyil. Məsləhət belədir. Onun hisslərini anladığını göstər. Başa düşürəm ki, əsəbləşmisən. Amma məsuliyyəti öz üzərinə götürmə. Məsələn, amma bu mənim real həyat tempimlə bağlıdır. Səninlə birbaşa əlaqəsi yoxdur kimi bir cavab. Maraqlı balansdır. Duyğulu tanımaq, amma səbəbini qəbul etməmək. Bəli. Üçüncü vəziyyətsə bəlkə də ən çətini. İctimai yerdə, dostların yanında səni alçaltmaq. Mən bunu hörmətsizliyin, belə deyə, zirvəsi hesab edir. Aydındır. Belə bir şey olanda yəqin ki, mənbənin tövsiyəsi daha kəskindir, hə? Dəqiq. Dərhal, elə oradaca sakit, amma çox ciddi reaksiya vermək. Mən özümə qarşı belə münasibəti qəbul etmirəm. Və sonra təkbətək danışanda bu münasibətin davam edib etməyəcəyini ciddi şəkildə düşünmək, hətta bitirmək təklif olunur. Çox qəti yanaşmadır. Nəhayət dördüncü, səni başqaları ilə müqayisə etmək. Filankəsin sevgilisi bax belə edir kimi ifadələr. Bu da klassik bir idarə etmə cəhdidir əslində, ya da narazılığın ifadəsi, amma dolaylı yolla. Tamamilə. Mənbə də bunu elə qiymətləndirir və buna qarşı da qəti cavab tövsiyə edir. Məsələn, belə bir şey.
Əgər sən bizim münasibətimizdə başqalarına nümunə gətirməli olursansa, deməli sən bu münasibətdən əslində razı deyilsən. Bəlkə nə istədiyini bir daha düşünməlisən. Bax, bu 4 nümunəni də nəzərə alsaq, əslində hamısı qayıdır o ilkin prinsiplərə. Sərhədlər, manipulyasiyadan yayınmaq, hörmət tələb etmək və öz dəyərini bilmək. Hər biri bunlardan biri ilə bağlıdır. Mənbənin əsas vurğusu, mən belə başa düşürəm ki, bu situasiyalara emosional partlayışla yox, daha çox təmkinli güc və, necə deyim, strateji məntiqlə yanaşmaqdır. Elədir. Sanki hər reaksiya mənim dəyərim var və sənin bu hərəkətin mənim sərhədlərimi keçir mesajını verir. Bəli, mesaj budur. Beləliklə, yekunlaşdırsaq nə deyə bilərik? Təqdim etdiyim bu mənbə Red Pill fəlsəfəsi içində kişilərə müəyyən münasibət problemləri ilə qarşılaşanda özlərini qorumaq üçün bir strategiya təklif edir. Yəni, sərhəd qoru, məntiqə əsaslan, özünü inkişaf etdir və hörmətsizliyə dözmə. Və bir daha xatırladaq ki, bu, mövcud olan çoxsaylı baxışlardan sadəcə biridir. Biz burada yalnız mənbənin dediklərini sənin üçün ümumiləşdirdik. Və məhz bu mənbənin çərçivəsində qalaraq, düşünmək üçün bir sual da yaranır, məncə. Mənbənin təsvir etdiyi bu yanaşmalar daxilində bir insanın davranışındakı o toksiklik əlamətləri ilə, sadəcə fərqli gözləntilər, ünsiyyət qüsurları və ya adi anlaşılmazlıqlar arasındakı o incə xətti necə müəyyən etmək olar? Bu, hətta mənbənin öz perspektivindən baxanda belə cavabı o qədər də asan olmayan bir məqamdır, üzərində düşünməyə dəyər.